61-ci suala baxaq. 27 420-nin kvadratıdır. Üzərinə gəl. 27 vur 13 bölü 200 yazıram. Üstə gəl 13. Burada da 420-nin kvadratıdır. İndi bu iki ifadəni bir-birinə vurub 2-yə vurum. Görə elə ortadakı hədd alınacaq. Vur 13 20 vurulsun 2. 20 və 2 ixtisar gedir 1 10 bərabərdir. 27 vur 13 bölünsün 2 20-ni 10'a vuranda 200. Baxın elə buradakı ortadakı ifadə alın. Deməli bu kvadratın açılış düsturudur. Yəni burada olacaq 27 20 üstə gəl 13 20'nin kvadratı bərabərdir. 20'də 27 ilə 13 toplayanda eləyir 40 kvadrat bərabərdir. 40'ı 20'yə böləndə eləyir 2. 2'nin də kvadratı bizə verəcək 4. 61-ci sualda oldu B bəndi. 62 çoxhədd ifadəsini vuruqlara ayırın. Buradan biz B-ni mötərizənin xaricinə çıxarsaq, içəridə qalacaq B kvadrat çıx 8, B üstə gəlsin 16. Və buradan görürük ki, birincinin kvadratı çıx, birinci vur ikinci vur 2 hasili, bu da ikincinin kvadratı. Yəni B çıxılsın 4'ün kvadratının açılışıdır. 62'də olacaq cavab D bəndi. 63-cü sualda yenə də buradan A-nı çıxarda bilərik mötərizə xaricinə. İçəridə qalacaq A çıxılsın 6 üstə gəlsin 9 A kvadrat daha doğrusu. A bu da A çıxılsın 3'ün kvadratının açılış düsturudur. A kvadrat çıxılsın 3 kimi 6 üstə gəlsin 3'ün kvadratı 9 verir. Cavab olacaq buradan B bəndi. 63'də B. 64-cü suala baxaq. M çıxılsın N 7'dir. M çıxılsın K2 olarsa, MK çıxılsın NK çıxılsın M kvadrat üstə gəlsin M'in ifadəsinin qiymətini tapın. Buradan biz K-nı çıxarda bilərik mötərizə xaricinə. K-nı çıxarsaq qalar M çıxılsın N. Çıxılsın. Bu iki ifadədən də M-i çıxarda bilərik. M çıxılsın M bərabərdir. Hər iki ifadədə M çıx M var. Onu biz bir dəfə yazırıq. İçəridə qalacaq K çıxılsın M bərabərdir. M çıxılsın N'in qiyməti 7'dir. Gətirib burada yerinə qoyuram. Vurulsun. M çıxılsın K'nın qiyməti 2'dir. Burada isə K çıxılsın M verib. Deməli K çıxılsın M'in də yerinə mənfi 2 yazaram. Mənfi 2. 7'ni də mənfi 2'yə vuranda mənfi 14. 64'də oldu A bəndə. Növbəti suallara 65'də. Oxşardır yenə də. AC üstə gəlsin BC-dən C-ni çıxardıram. Qalır. A üstə gəlsin B. Çıxılsın. A kvadrat çıxılsın AB-dən də A-nı çıxardıram. Burada qalır A üstə gəlsin B. Bərabərdir. A üstə gəlsin B-ni bir dəfə yazıram. Burada olacaq C çıxılsın A. Bərabərdir. A üstə gəlsin B-nin qiyməti var 5. 5 yazıram yerinə. A çıxılsın C-nin qiyməti 3'dür, amma bizdə C çıxılsın adı. Ona görə yerinə mənfi 3 yazıram. Eləyəcək 15. Mənfi 15. 65'də A bəndi. 66-cı sualda. Kubdur. Kubun açılışını yazaq. 24 çıxılsın 44. Bir dəfə özləri. 24'ün kvadratı üstə. 24 vur 44. Üstə gəlsin 44'ün kvadratı. Kəsr xətti. Məxrəcdə də 576 üstə gəl. 24 vur 44. Üstə gəl 44'ün kvadratı. Bir də burada çıxılsın. Çıxmanı hələ sonra yazarıq. Birinci ifadəni hesablayaq. Sonra bu ikinci. Bu ifadəni hesablayarıq. Burada baxıram ki 24 vur 44 eynidir. Hər ikisində var. 44'ün kvadratı hər ikisində var. 24'ün də kvadratı ilə 576 edir. O da elə buna bərabərdir. Deməli bu ifadə aşağıdakı ifadənin ixtisar getdi. Bunun cavabı alınacaq 24 çıx 44, yəni mənfi 20. İndi ikinci hissəni bax bunu həll eləyək.
Burada da 256 çıx 44. Bir dəfə cəmi, bir dəfə fərqini götürək. Bölünsün 300. 256 ilə 44'ü toplayanda bizə verəcək 300. Vurulsun. 256'dan da 44'ü çıxanda bizə verəcək 212. 212 böl 300. Bu 300'lər ixtisar gedəcək. Yerdə qalacaq 212. Birincinin cavabı -20 idi. Ortada çıxma var. Çıxma yazıram. Çıxılsın. Bu da 212. -20 çıx 212. 2 dənə mənfini toplayıb qarşısına mənfi yazmaq lazımdır. -232. 66'da oldu D bəndi. 67-ci sualda K ve M yerine elə bir hədlər yazın ki, bərabərliyə eyniç olsun. Kvadratdır və hər ikisinin qarşısında mənfi var. Yəni bunun da qarşısında mənfi var, bunun da qarşısında mənfi var. Həmin mənfinin kvadratı bizə müsbət verəcək. Yəni mən burada da mənfini yazmayacağam, elə yazacağam. 3a kvadrat üstə gəlsin 2b kvadratın kvadratı. Çünki mənfi itdi, hər ikisində mənfi olduğuna görə mənfi itir. Bunun kvadratını açıram. Bərabərdir. 9a-nın üstə 4 üstə gəl. 2 2 4 4 3-ə vuranda 12a kvadrat b kvadrat üstə gəlsin. 4b-nin üstə 4. Bərabərdir. Bu ifadəni yazacağam. K üzərinə gəl 12a kvadrat b üzərinə gəl m. Baxın 12a kvadrat b ortada var. Deməli K'nın yerinə nə dayanıb? 9a-nın üstündə 4. K bərabər 9a-nın üstə 4. M-in yerinə nə dayanıb? Bax bu ifadə. 4 b-nin üstündə 4. Baxaq hansı variant uyğun gəlir. 3 9a-nın üstə 4. Burada kvadrat yoxdur. Bu kvadratı silin buradan. Kvadrat yoxdur. Səhvən kvadratı yazmışam. Bunda burada 2 olacaq. B-nin kvadratı. A bəndi. 9a-nın üstə 4. K'dır. M-dəki 4 B-nin kvadratıdır. Burada kvadrat olmadığına görə kvadratlar itir. Cavab 67 oldu A bəndi. 68-ci sualda vuruqları ayırın. Buradan elə A-nın kubunu saxladaq. Birinci ifadəni saxladaq yerində. Çıxılsın. 27 və 108-dən ortaq məxrəc 27 deyil. 27-ni mötərizənin kənarını çıxarsam qalacaq B çıxılsın 4A. Yəni 27 B-dən 27-ni götürdüm B qaldı. 108-dən də ki 27-ni götürən 4A qalır. Hər ikisində eyni ifadə alındı. Yazaram onda A kub çıxılsın 27. B çıxılsın 4A. Bu kubun da açılışı ilə bunu kub kimi açmaq olar. A çıx 3. Digər mötərizədə A kvadrat üstə gəl 3A üstə gəl 9. Bir də B çıxılsın 4A. Bu da görək hansına uyğun gələcək. C bəndinə. A çıx 3, A kvadrat üstə 3A üstə 9, B çıxılsın 4A. 69-cu sual. Oxşardır yenə. Birinci ifadəni olduğu kimi yazaq. Buradan 8 və 24-də əbab 8-dir. Elə 8-i çıxarda bilərəm mötərizənin kənarına. Xarici yəni. İçəridə qalar y üstə gəlsin 3x. Bərabərdir. X çıx, x-in kubu çıx 8. Y üstə gəlsin 3x. Bunu kub kimi aça bilərəm. Birincisində x çıx 2 olacaq. İkinci mötərizədə isə olacaq. X kvadrat üstə 2x üstə gəl 4. Y üstə gəlsin 3x da qalacaq burada. Bu da hansı variant uyğun gəlir? C bəndinə. X çıx 2. X kvadrat üstə 2x üstə 4. Y üstə gəlsin 3x C bəndi. 70-ci sualda ifadəsini vuruqlara ayırın. Burada biz 2-2 qruplaşdıra bilərik. X kvadrat çıxılsın y kvadratı 1 qruplaşdırarıq buradan. Çıxılsın 9x çıxılsın 9y-i da 1 qruplaşdırarıq. Bərabərdir. Bu iki mötərizədən bir dəfə cəmi, bir dəfə fərqini yazıram. Çıxılsın. Buradan isə 9-u çıxardıram mötərizə xaricinə. Bu da bərabərdir. Hər ikisində x çıx y var. X çıx y-i bir dəfə yazıram. Və x üstə gəl y çıxılsın 9. Digər vuruq da bu olacaq.
Yani buradan bunu götürdüm. Ortada çıxmaydı və çıxılsın 9. Uyğun gələcək B bəndinə. X y üstəgəl y çıx 9. 71-ci sualda ifadəsini vuruqlara ayırın. Yenə də burada 2 qruplaşdırmalıyam. A kvadrat çıxılsın C kvadratı qruplaşdırım. 4A çıxılsın 4C-ni qruplaşdırım. Həmişə mötərizə qoyanda fikir verin ki, mötərizəni açanda ifadənin öz işarəsi eyni qalsın. Məsələn, mən burada baxın mötərizə atmışam. Mötərizənin qarşısında müsbət var. Elə müsbət 4A-dır burada. Mənfi 4C açılanda mənfi 4C olur. Burada da mənfi 4C-dir. A çıx C, A üstə gəlsin C formasında açılır. Üstə gəlsin 4, çıxardıram mötərizə xaricini A çıx C. Bu da bərabərdir. A çıx C-ni bir dəfə yazıram. Digər mötərizədə A üstə gəlsin C, üstə gəlsin 4. Uyğun gələcək 71-də C bəndi. A çıx C, A üstə C, üstə 4. C. 72-ci sualda ifadəsini, yox, kvadrat üçhədlisini vuruqlara ayırın deyir. Üçhədlidir. Üçhədlini vuruqlara ayırmaq üçün diskriminantdan istifadə etməliyəm. D bərabərdir yazıram. B kvadrat çıx 4AC. B-imiz mənfi 7-dir. Mənfi 7-nin kvadratı müsbət 49. Çıxılsın 2-ni 5-ə vurub ona 4-ə vuranda eləyir 40. Bərabər 9-a. Köklərini tapaq indi. 7 plus minus 3 bölünsün 10. Yəni B-imiz mənfi 7-dir. Qarşısında mənfi var idi. Axı o mənfini itirdi. 9-dan kök 3 çıxır. 10-u böləndə ona 1. Kökün 1 oldu 1. O birisi kökdə oldu. 7-dən çıxan 4 bölü 10. 5-də 2. İndi vuruğa ayırmaq üçün 5-i saxladıram. Yəni burada A-nı saxladıram. İçəridə yazıram. X kökün biri 1-dir. Çıx 1. Digər kökdə 5-də 2-də çıxılsın 5-də 2. Bərabərdir. Burada bunun kəsirin itməsi üçün 5-i ikinci ifadəyə vurmalıyam. 5-i X-a vururam. 5-i çıxılsın. 5-i 5-də 2-yə vururam 2. X çıx 1. 5-X çıxılsın 2. 72-də uyğun gəlir E bəndi. 73-cü sualda vuruqlara ayrıldı yenə. D bərabərdir yazıram. B kvadrat çıx 4AC. B-imiz mənfi 8-dir. 64 eləyir kvadratı. 3-ü 5-ə vurub 4-ə vuranda 60 ilə çıxdı da 4. Kökləri tapaq. 8 plus minus 2 bölünsün 6. 8-in üstünə 2 gəlib 6-ya böləndə 10 bölü 6 eləyir 3-də 5. Digər kök isə 8-dən 2 çıxıb 6-ya böləndə 6 bölü 6 1. Köklər oldu 1 və 3-də 5. 3-ü yazıram qarşıya. Kökləri çıxıram. X çıx 3-də 5. X çıxılsın 1. Bu da bərabərdir. 3-ü birinci ifadəyə vuracağım. 3x çıxılsın 5. Digərində olacaq. X çıxılsın 1. Cavab olacaq 73-də D bəndi. 74-cü sualda KVM yerinə elə bir hədlər yazın ki, bərabərliyi eynilik olsun. 2m kvadrat çıxılsın c-ni kvadrata yüksəldək. Bu bizə verəcək 4m-in üstün 4 çıxılsın 4m kvadrat c üstə gəlsin c kvadrat bərabərdir və verilən ifadəni yazaq. K çıxılsın 4m kvadrat c üstə gəlsin m yazaq. Ortadakı ədlər eynidir. Deməli, K-nın yerinə hansı ədəd olmalıdır bu? K buna uyğun gəlir. K bərabərdir 4, m üstə 4. M-in isə yerinə olmalıdır. Bax, bu ifadə. Yəni, c kvadrat. Baxaq, hansına uyğun gəlir? A bəndinə. K-nın yerinə 4, m üstə 4, m-in də yerinə c kvadrat. 73-cü sual. Yox, 75. 75-ci sual. Yetmiş beşdə baxanda görürəm ki, bu birincinin kvadratı, ikincinin kvadratı da var. 2 vurulsun birinci və ikincinin hasili də var. Yəni, A çıxılsın B-nin kvadratının açılışıdır. Onda mən bunu belə yaza bilərəm. 2x üstə gəlsin 5 çıxılsın. Digər ifadə x üstə gəlsin, x çıxılsın 3. Çıxmadı. Bunun kvadratı. Deməli, bunun kvadratını açıblar, bax bu verib. Yəni, birincinin kvadratı budur. 2 vur ikisinin hasili ortada yazıblar. İkincinin kvadratı budur.
Bunu sadələşdirək. Bərabərdir. Mötərizənin içərisini açaq. Çıx x üstəgəl 3 kvadrat bərabərdir. Bu eləyəcək 2x-dən x çıxanda x, 5-in üstünü üçgəndə 8-in kvadratı. X üstəgəl 8 kvadrat 75-də oldu D bəndi. 76-cı sualda yenə də eyni ifadədir. Birincinin kvadratı üstəgəl 2 vur ikisinin hasili üstəgəl ikincinin kvadratı. Yəni 4 çıxılsın 3x mötərizədə 2x çıx 1 bunun kvadratı. Açaq indi mötərizəni 4 çıx 3x müsbət var dəyişmir kvadrat. 4-dən çıxanda biri 3 eləyir. Mənfi 3x-in üstünə 2x gələndə mənfi x eləyir kvadrat. 3 çıxılsın x-in kvadratı. 76-da D bəndə. 77-ci sual. İfadəsinin qiymətini hesablayın. Sürətdə kub var. Kubu açaq. 93 çıx 7. 93-ün kvadratı üstəgəl. 7 vur 93 üstəgəl 7-nin kvadratı. Məxrəcində də var. 93-ün kvadratı üstəgəl 7 vur 93 üstəgəl 49. Üstəgəl. Digər ifadəni də sadələşdirək. Kvadratın açılması kimi bir dəfə fərqi, bir dəfə cəmin götürək. Bölünsün 86. Baxın, bu ifadələ bu ifadə eynidir. İxtisar gedir. Bax, bundan bu ixtisar getdi. 93-dən çıxıram 7-ni. 86 qaldı birinci ifadədə. İkinci ifadədə 93-dən 7 çıxanda elə 86 edir. Bu 86-dan ixtisar gedir. Burada qalır 93-də 7, 100. 100 və 86-nı toplayanda cavab eləyəcək 186. 77-də A bəndi. Növbəti 78-ci sualda. Kvadratı açaq. A-nın üstə 4 çıxılsın. 6a kvadrat b kvadrat üstəgəl 3b-nin kvadrat 9b-nin üstə 4 edir. Bərabərdir. A-nın üstə 4 üstə k üstəgəl m. A üstə 4-lər yenidir. K-nın yerinə bax bu ifadə dayanıb. Yəni k bərabərdir. Mənfi 6a kvadrat b kvadrat dayanıb. M-in isə yerinə bax bu ifadə dayanıb. 9b-nin üstə 4. Cavab eləyəcək 78-də A bəndə. Baxın, k mənfi 6a kvadrat b kvadrat b də m də 9b üstə 4. 79-cu sualda kub var, yox, kub yoxdur, kvadratda, amma bunları biz qruplaşdırmalıyıq. Baxın, 47 ilə 27-ni yanaşı yazıram kvadratların. 43 ilə də 23-ü yanaşı yazıram kvadratların ki, bunları mən qruplara ayıranda rahat olsun. 47-dən çıxaram 27-ni. 47 üstəgəl 27. Digər mötərizədə. 43-dən çıxaram 23-ü. 43-ün üstünə 23 gələrəm. Bölünsün 700. Bərabərdir. 47-dən 27 çıxanda 20. Toplayanda 74. Bundan bunu çıxanda 20. Toplayanda da 66. Bölünsün 700. Hər ikisində 20 var. 20-ni çölə çıxarda bilərəm. Onda olacaq 74 üstə gəlsin 66 bölünsün 700. Bərabərdir. 20 vurulsun. 74 ilə də 66-nı toplayanda 140 eləyir. Böl 700. Bunun 0 ilə bunun 0 ixtisar gedər. Bu 0 ilə də bu 0 gedər. 7, 14, 2 qaldı. 7 ilə də 14 ixtisar gedər. Bir dəfə. 7-yə gedər 2 dəfə. 2-ni 2-yə vuranda cavab oldu 4. 79 B bəndi. 80-ci sualda kubdur. Yenə yazaq kubun açılışın. Fərqləridir. İkinci mötərizədə kvadrat, yəni natamam kvadratları olacaq. 14,5-in kvadratı üstəgəl 14,5 vur 1,8 üstəgəl 1,8-in kvadratı. Çıxılsın 14,5-in kvadratı çıxılsın 1,8-in kvadratı. Bunun da aşağısında 13,7 var. Bərabərdir. İndi buradan baxıram. 14,5-dən 1,8 çıxanda elə 13,7 eləyir. Bu ixtisar getdi. Bu ifadə ilə bu getdi ixtisar. Bunu yazıram.
Üstə gəl. 14,5 vur 1,8 üstə gəl 1,8'in kvadratı çıxılsın bu ifadə. Bərabərdir. Burada da görürəm ki, bu müsbət, bu mənfi islah getdi. Bu müsbət, bu mənfi islah getdi. Yerdə qaldı 14,5 vur 1,8. 14,5'i də 1,8'ə vuranda 26,1. 80'də B bəndi. 81. Kubları açaq. 73 üstə gəlsin 67. İkinci mötərizədə 73'ün kvadratı çıx. 73 vur 67 üstə gəl 67'nin kvadratı. Məxrəcdə 70 çıxılsın 2 vur 73 vur 67. Bərabərdir. 73 və 67'ni toplayanda eləyəcək 140. 140 ilə də 70 ilə 70'i ixtisar gedir bir dəfə, 70'e gedir 2 dəfə. Burada qalır belə. 2 vur 73'ün kvadratı çıxılsın 2 vur 73 vur 67. Üstə gəl 2 vur 67'nin kvadratı. Çıx bu ifadə. 2 vur 67 vur 73. Bərabərdir. Hər birində 2 vuruq olduğuna görə mən 2'ni mötərizənin kənarına çıxardım. Ümumiyyətlə bu ikisini əvvəl toplaya bilərəm. İkisi də eynidir. Yəni yazaram. 2 vur 73'ün kvadratı çıxılsın. Bununla bunu toplayanda edir 4 vur 73 vur 67. Çünki bu 2 vur 73 67'dir. Bundan 2 dənədir bu ifadədən. İkisini toplayanda 4 eləyəcək. 2 ilə 2'ni toplayanda 4. Üstə gəl 2 vur 67'nin kvadratı. Bərabərdir. İndi biz burada necə yaza bilərik? 2'ni çıxarsaq mötərizənin xaricinə. Yerdə qalar 73'ün kvadratı çıx. 2 vur 73 vur 67 üstə gəl 67'nin kvadratı. 2 vur. Bu nəyin açılışıdır? A kvadrat çıxılsın B kvadratın açılışıdır. Yəni 73 çıx 67'nin kvadratının açılışıdır. 2 vur. 73'dən də 67 çıxanda eləyir 6. Yəni 6'nın kvadratı. 2 vur 6'nın kvadratı 36. İçində 36'ya vuranda cavab eləyir 72 D bəndi. 83-cü sualda yox 82 ifadəsini sadələşdirin. Buradan 2 kub görürəm. Kubun açılıblar. Yəni A kub çıx B kubu. Bir də A kub üstə gəlsin B kubu açıblar. Birincisi çıxmasıdır, ikincisi toplamasıdır. Onda mən birinci ifadəni yazaram belə. 2P'nin kubu çıxılsın 3'ün kubu. Üstə gəl. İkinci ifadəni də yazaram. P'nin kubu üstə gəl 3'ün kubu. Mənfi 3'ün kubu, müsbət 3'ün kubu. Bunlar getdi islah. Yerdə qaldı nə? 2P'nin kubu eləyir 8P kub. Üstə gəl. Burada da bir dənə P kub var. Bunlar toplayanda eləyir 9P'nin kubu. Cavab 82'də B bəndi. 83'də ifadəsini vuruqlara ayırın. Burada biz kubların toplanmasını görürük. Kubları necə toplayırıqsa həmin formada da ayırırıq. Birinci mötərizədə özləri olacaq. Üstə gəl. Qız çıx 1. İkinci mötərizədə olacaq. Birincinin kvadratı. Yəni üstə gəl birincinin kvadratı. Üstə gəl 1'də çıxılsın. Bunların hasili. Üstə gəl ikincinin kvadratı. Bərabərdir. Mötərizəni açanda görürəm ki, mən 1 ilə mənfi 1 islah gedəcək. Qalacaq x üstə gəl x 2x. İkinci mötərizəndə kvadratların açılması kimi açıram. X'in kvadratı üstə 2x üstə gəl 1 çıxılsın. X üstə gəl 1 x çıxılsın 1'ə vuranda eləyir x kvadrat çıxılsın 1. Qarşıda da mənfi olduğuna görə mənfi x kvadrat üstə gəl 1 olacaq. Bunu da açaq. X kvadrat çıx 2x üstə gəlsin 1. Bərabərdir. 2x. Bundan bu islah gedir. Bundan da bu islah gedir. Yerdə qalır x kvadrat. 1, 1, 1. 3'dən də 1 qalıb. Üstə gəl 3. 83'də olacaq. B bəndə. 2x vur. X kvadrat üstə gəlsin 3. Keçək 84-cü suala. A'nın üstündə kubu mötərizə xaricinə çıxarsam, birincidə yerdə qalacaq A çıxılsın 6. 54 A və 81'dən də 6 yox.
54 və 81-dən nəyi çıxardaq mötərizə xaricinə? 54 və 81-ə əbab 6-dır. 6-nı çıxardaq. Amma A qalmasın. Bu bizə bir şey verməyəcək. Çünki 54 və 9-u çıxarsam 9 qalacaq. Burada 6 qalacaq. Belə eləyək onda. A-nın üstə 4 ilə 81-i götürək. 2-2 qruplaşdıraq. Çıx 81-i götürək. Sonra A kvadrat 6A kubu ilə də çıxılsın. 54 A-nı götürək. Bura niyə çıxma yazdım? Çünki bu ikisi bu mənfi müsbət eləsin. Buradakı müsbət 54 alınması üçün. Bərabərdir. İndi burada bu verəcək mənə A kvadrat çıx 9. A kvadrat üstə gəl 9. Çıxılsın. Bu ikisindən 6 ilə 54 əbab 6-dır. A kubdan da A-nın kiçiyi A-dır. A-nı çıxardıram. 6 A kubdan 6 A-nı götürsəm yerdə A kvadrat qalar. 54 A-dan da 6 A-nı götürsəm yerdə 9 qalır. Bərabərdir. Hər iki ifadədə A kvadrat çıx 9 var. Onu bir dəfə yazıram. A kvadrat üstə 9 çıxılsın 6. Bunu bir də çıxılsın 6-nı yazdım. Bərabərdir. A kvadrat çıxılsın 9-u A çıx 3. A üstə gəlsin 3 kimi yazmaq olar. Bu ifadə isə A çıxılsın 3-ün kvadratının açılışıdır. Yəni A-nı kvadrata yüksələndə A kvadrat, A-nı 3-ə 2-yə vuranda 6 mənfi 6, 3-də kvadrata yüksələn 9 verir. İndi burada baxıram ki, A çıxılsın 3-dən, bir dənə burada, bir dənə 2 dənə də burada var. Deməli mən belə yazıram. A çıx 3-ün kubu yazaram. Çünki bir dənə burada var, 2 dənə də burada var. Vuranda üstlər toplanır axı. Bunun üstündə 1, bunun üstündə 2. Toplayanda 3. Vur olsun. A üstə gəl 3. Buradakı A üstə gəl 3. Baxaq görə hansı variant uyğunca. E bəndinə. A çıx 3-ün kubu, A üstə gəlsin 3. 84-də oldu E bəndi. Növbəti. %85. Vuruqları ayırın deyir. 2x kvadrat üstə gəl 3x çıxılsın 2. Diskriminantdan tapıram. 3-ün kvadratı 9. Üstə gəl 2, 2, 4, 4, 4, 16, 25. Buradan x1 bərabərdir. Mənfi 3 üstə gəl 5 böl 4-ə. 5-dən çıxanda 3'ü 2, 4'də 2, 2'də 1. X2 isə bərabərdir. Mənfi 3 çıx 5 böl 4'ə. Bu da mənfi 2 edir. 2'ni yazıram. X çıx 2'də 1 əksi ilə. Bu isə əksi ilə müsbət 2 olur. 2'ni x çıx 2'də 1'ə vuranda olacaq 2x çıx 1. Bu da olacaq x üstə gəlsin 2. 2x çıx 1 x üstə gəlsin 2. 85'də E bəndinə uyğun gəlir. 86-cı sual. 87 və 88 var. Buradan. 86-cı sualda. Hər üçündə B iştirak eləyib və ən kiçiyi B-nin üstündə N-dir. B-nin üstünə eləyib mötərizənin xaricinə çıxarsam içəridə qalar. B-nin üstə 2, N üstə gəl 8 vur. B-nin üstə N üstə gəl 16. Bu da nəyin açılışıdır? B-nin üstündə N üstə gəlsin 4'ün kvadratının açılışıdır. Yəni bu ifadəni kvadrata yüksəlində B-nin üstündə N 2'yə vuranda 2N. 2 4'üm 8 vur. B-nin üstə N. 4'ün də kvadratı 16. Cavab olacaq 86'da D bəndi. 87'də A-nın üstə 3M, A-nın üstə 2M, A-nın üstə M. Ən kiçik A-nın üstündə M-dir. A-nın üstə M-i çıxardıram mötərizənin xaricinə. Yerdə qalır A-nın üstə 2M. Üstə gəl 6. A-nın üstündə M, üstə gəl 9. Bərabərdir. A-nın üstə M yazıram. Və burada bu da A üstündə M, üstə gəl 3'ün kvadratın açılış düsturudur. C bəndi. A-nın üstə M, A-nın üstə M, üstə gəl 3'ün kvadratın açılış düsturu. 87 C. 88'ə baxaq. İfadəsinin qiymətini tapın. 53 çıxılsın 13 yazaram. Müxtəsər vurmanı açıram. 53 üstə gəlsin 13. 40'dan çıxıram.
26'nı 40'ın üstüne gelirim 26. Üstə 66 vur 56 bərabərdir. 53'dən bunları toplayıb çıxanda birində eləyir 40, birində eləyir 66. Bunu toplayıb çıxanda birində eləyir 14, birində eləyir 66. Üstə gəl 66 vur 56 bərabərdir. 66'nı 40 vur 66 yazıram və aşağıdan 66'nın mötərizənin xərcini çıxarda bilirəm. İçəridə qalacaq 14 üstə gəl 56. Bu 66 ilə bu 66 ixtisar gedər. Sürətdə qalar 40, məxrəcdə də qalır 80. 40 və 80 də 40 ixtisar gedər bir dəfə, 40-a gedər 2 dəfə. Cavab oldu 2'də 1. Burada 14 ilə 56'nı toplayıb 80 yazmışam. 70 eləyir bu. 70. Üzrünü sayın. Burada 70 eləyir. Çünki gördüm cavab 2'də 1 yoxdur. 40 və 70 10'a ixtisar gedir 4 dəfə. 10'a gedir 7 dəfə. Cavab olur 7'də 4. 88 E bəndi 7'də 4. Keçək növbəti suala. 89. İfadəsini vurğulara ayırın. Bu ifadəni vurğulara ayırmağın müxtəlif yolları var. Amma mən burada baxmayaraq ki, əmsal iştirak eləməyib, dəyişən iştirak eləyib, diskriminant tapmaqla həll eləyirəm. Burada A əmsalını 1 qəbul edirəm. B əmsalını y qəbul edirəm. C əmsalını da -2y kvadrat qəbul edirəm. Onda D bərabərdir. B kvadrat çıx 4AC. B kvadrat olacaq y-ın kvadratı çıxılsın. 4 vurulsun. A 1'dir. C də -2y kvadratdır. Bərabərdir. Y kvadrat 4'ü 1'ə vuranda 4, 4'ü 2'yə vuranda 8. Amma bu da mənfidir, bu da mənfidir. Ona görə üstə gəl 8y kvadrat olacaq. Bu deyilir 9y kvadrat. İndi kökləri taxmaq üçün x1 bərabərdir. x1 2 bərabər. -b kök altında plus minus d bölünsün 2. Bunu tətbiq edirəm. Yəni normal diskriminantı necə tapırıqsa burada da elə. Buradan da x1 bərabərdir. B-miz neçədir? Y. Yerinə qoyuram -y. Yəni mənfi olduğuna görə üstə gəl. 9y kvadratdan da kökdən çıxacaq 3y. A-mız da 1'dir. 2'ni 1'ə vuranda 2 bərabərdir. -y-ın üstünə 2y gələn, 3y gələndə 2y eləyir. 2y 2'yə böləndə y. İndi x2'ni tapıram. Yenə -b, -y. Bu səfər çıxılsın 3y olacaq. Çünki bir dəfə toplamam, bir dəfə çıxmanı götürürəm. Bölünsün 2. Bu da eləyir -4y bölü 2. Bu da eləyir -2y. İndi mən kökləri belə yaza bilərəm. X-i yazıram. Bir dəfə deyəndə ki, yəni burada əks işarə ilə onsuz götürəcəm. Y çıxılsın, -y olacaq. Bu da olacaq müsbət. Baxa görə var elə bir cavab. A bəndə. 89. X çıx y. X üstə gəlsin 2y. A bəndə. 89'dan. 90-cı sualda yenə eynidir. Bu formada diskriminant tapmaqla həll olunur. Düzdür, bura biz nəyisə əlavə edib çıxa da bilərik. Amma o biraz düşündürücüdür. Şagird orada düşünür ki, mən görəsən bura nəyə əlavə edim və yaxud da nəyə çıxım ki, düzgün cavabı ala bilim. Amma hazır diskriminant formasında yazdıqda gəlir axırda vurğulara ayrılır. Növbətini də yazaq 90'ı. Çıxılsın 6y kvadrat. Bu formada açıqlamasını yazmayacağım. Elə birbaşa yazacağım. D bərabərdir. Y kvadrat üstə gəl. 24y kvadrat. 25y kvadrat. X1 bərabərdir. Y üstə gəl. 5y bölü 2 eləyir 3y. X2 də bərabərdir. Y çıx 5y bölü 2 -2y. Bu çıxması ilə olacaq. Bu isə üstə gəlməsi ilə olacaq. Yəni əks işarələrini götürürük. X çıx 3y. X üstə gəl 2y. 90'da oldu. Uyğun gəldi D bəndə. D bəndə. 91-ci sualda içərisini vurğulara ayırın. Diskriminant tapmaqla ayırırıq. 2x kvadrat çıxılsın 3x çıxılsın 2. D bərabərdir. 9 çıxılsın. Yox, 9 üstə gəlsin. Çünki burada mənfi var. Buradakı mənfini bir itirir, müsbət olur. 2, 24, 4, 16, cavab edir 25. X1 bərabərdir. 3 üstə gəl 5 böl 4. 8 bölü 4, 2. X2 də bərabərdir. 3 çıx 5 böl 4.
mənfi 2-də 1. Yəni 3-dən 5 çıxanda mənfi 2 eləyir. 4-dən də 2 ixtisar gedir. Mənfi 2-də 1 qalır. 2-ni yazıram əvvələ. Sonra yazıram x çıx 2. X üstə gəl 2-də 1 bərabərdir. Bu qalır olduğu kimi. Bu isə 2-yə vurulacaq. 2x üstə gəl. 2-ni 2-də 1-ə vuranda 1. X çıx 2. 2x üstə gəlsin B. 91-dən B bəndi. 92-ci sualda. 92-ci sualda 4-cü dərəcə veriblər bizə. Və bunu vuruqlara ayırmamızı istəyir. Adətən 4-cü dərəcə olduqda mən ora nəysə əlavə edib çıxa bilərəm ki, kvadratın vuruqları formasında ayrıla bilsin. A-nın üstə 4, üstə 4, B-nin üstə 4. Əgər mən A-nın üstə 4, bundan elə bil nəyin kvadratı A-nın üstə 4 edir? A-nın kvadratının. Bəs nəyin kvadratı 4 B-nin üstə 4 eləyir? 2 B-nin kvadratının. Bunun kvadratı yüksəldib açaq ki, görək bura nə əlavə edib çıxaq ki, bu ifadəni ala bilək, yəni kvadratı ala bilək. A-nın üstə 4 üstə gəl. 2-ni 2B kvadratı A kvadrata vuranda eləyir 4 A kvadrat B kvadrat üstə gəl 4 B-nin üstə 4. Baxın görürsünüz, eyni ifadə alında sadəcə bu çatmır. Bax, burada bu çatmır ki, vuruq formasında ayrılsın. Deməli, mən bu ifadənin üstünə bunu həm əlavə eləyirəm, həm çıxaram. Üstə gəl 4A kvadrat B kvadrat çıxılsın 4A kvadrat B kvadrat. Bunu niyə belə elədim? Əlavə elədim, çıxdım. Onsuz da əlavə edib çıxanda bunlar bir-birinə islah gedir. Bu ifadə qalır. Amma əlavə edib çıxdım ki, buradan bura qədər mən bu ifadə kimi aça bilim. İndi bunu işarə qoyuram, aşağıdan yazıram. İşarə ox qoyuram, aşağıdan yazıram ki, yəni bunu. İndi necə yazıram? A-nın üstündə A kvadrat üstə gəl 2B kvadratın kvadratı çıxılsın. Bunu da kvadrat formasını düzəltsəm, olacaq 2AB-nin kvadratı bərabərdir. İndi bir dəfə bunu cəmi, bir dəfə fərqini götürürəm. A kvadrat üstə 2B kvadrat çıx 2AB. A kvadrat üstə 2B kvadrat çıx üstə gəlsin 2AB. Yəni bir dəfə cəm, bir dəfə fərq formasını götürdüm. Bu da uyğun gəlir 92-də E bəndinə. 93-cü sual. X, Y-in qiymətləri bizə verib ifadənin qiymətini hesablamamızı istəyir. Bu 16x kvadrat çıx 40x, Y üstə gəl 25 Y-in kvadratı 4x çıxılsın 5 Y-in kvadratının açılış düsturudur. Müxtəsər vurma ilə bunu baxanda görürəm ki, yəni 4x-in kvadratı 16x kvadrat eləyir. 2-ni 5-ə 4-ə vuranda 40, x, Y-ə vuranda 40x, Y eləyir. 5 Y-in kvadratı 25 Y kvadrat eləyir. Bərabərdir. İndi bu sadələşdirilmiş formada bu qiymətləri qoyaq yerinə. 4 vurulsun. X-ə düzgün olmayan kəsrə çevirsəm eləyəcək 4-də 23. Çıxılsın 5 vurulsun. Y-ə düzgün olmayan kəsrə çevirsəm eləyəcək 4-də 21 kvadrat. 4 ilə 4 ixtisar gedir, qalır 23. 5 ilə də 5 ixtisar gedir, qalır 21-in kvadratı. 23-dən 21 çıxanda 2 eləyir. 2-nin kvadratı da 4. 93-də cavab oldu 4. Növbəti 94-cü sualda. Şərtimi deyən ABC natürallər üçün tamam. Burada A kvadrat üstə 2AB üstə gəlsin B kvadrat. A üstə gəl B-nin kvadratının açılışıdır. Çıx C kvadrat yazıram bərabər 13-ə. İndi A kvadrat çıx B kvadrat kimi bir dəfə cəmi, bir dəfə fərqini götürəcəm. A üstə B çıx C. A üstə B üstə C. Mən 13-ü də ancaq 2 dənə vuruğun hasili şəklində 13 vur 1 kimi yaza bilərəm. Yəni burada da 2 dənə hasil, digər tərəfdə də 2 dənə hasil. İndi seçmə üsulunu necə həll edirəm? A üstə B üstə gəl C 13 ola bilər. Yəni cəmlər. Cəmləri daha böyük vuruğa bərabər elədim. A üstə B çıxılsın C isə 1 ola bilər. İndi mən bu sistem tənlikdən bir dəfə toplayaram, bir dəfə çıxaram. Əvvəl toplayaq. Toplayanda C ilə mənfi C itəcək. Yəni 1 mənfi 1 müsbətdir. Qalacaq 2A üstə gəl 2B bərabərdir 13 ilə 1 toplayanda 14. Hər tərəfə 2-yə bölsəm A üstə gəl B bərabərdir 7 olacaq. Bu birincisi. İkincisində isə çıxacam. Tərəf-tərəfə çıxanda A-dan A çıxanda 0, B-dən B çıxanda 0, C-dən mənfi C çıxanda 2C, 13-dən də 1 çıxanda 12. Bizdən onsuz da A üstə gəl B üstə gəl 2C-ni istəyir. Mən daha bunu 2-yə bölmürəm. A üstə gəl B üstə gəl 2C-ni istəyir.
A üstə gəl B-nin qiyməti 7-dir. 2C-nin də qiyməti 12-dir. 7 ilə də 12-ni toplayanda mənə verəcək 19. 93-də oldu. Cavab 93'te yok. 94'te. 19. 95. sual. Bu ifadə 2-yə vurulub. İfadənin hər bir həddini 2-yə vursaq, belə alınacaq. 45'in kvadratı 2 vur 2 üstə gəl. Kvadratı böl 2 vur 2 üstə gəl. 2 vur 2 tam 45 vur 4 tam 155. 2'lər ixtisar gedir. Burada da 2'lər ixtisar gedir. Yerdə qalır. 2 tam %45'in kvadratı 4 tam %55'in kvadratı üstə gəl. 2 vurulsun bu ifadə. 2 tam %45 vur 4 tam %55 bərabərdir. Bu da A kvadrat üstə gəl B kvadratın açılışıdır. Yəni birinci həddi götürürəm 2 tam %45, ikinci həddi götürürəm 4 tam %55. Yüksəldirəm kvadrata. 2 tam %45 ilə 4 tam %55 toplayanda eləyir 7. 7'nin də kvadrata yüksəldiyində mənə verəcək 49. 98-ci sualda bundandır. Da 2'ye vurmuram. Burada yəni 2'ye vurmayı yazmıram. Bu ifadəni 2'ye vuranda, baxın bu ifadə 2'ye vuranda 2'lər ixtisar gedəcək, qalacaq. 3 tam %88'in kvadratı üstə gəlsin 3 tam %12'nin kvadratı üstə gəl. 2'ni bu ifadəyə vuranda olacaq 2 vurulsun 3 tam %88 vur 3 tam %12. Yine kvadratın açılması düsturudur cəm formasında. Bunları toplayıram, kvadrata yüksəldirəm. Bu ikisini toplayanda yine 7 verir. 7'nin də kvadratı eləyəcək 49. 96'da 49. Keçək növbəti 97-ci suala. Üstə gəl 85 kuba açaq. 15'in kvadratı çıx 15 vur 85 üstə gəl 85'in kvadratı. Burada 225 çıx 15 vur 85 üstə gəl 85'in kvadratı. Çıxılsın. Digər tərəfdən də bunu kvadratın açılması kimi 75 çıxılsın 25 75 üstə gəl 25 bölünsün 100 bərabərdir. 15 vur 85 hər ikisində görürəm. 85'in də kvadratın hər ikisində görürəm. 15'in kvadratı ilə 225 ilə. Deməli bu ifadə bütöv aşağıdakı ifadəyə ixtisar getdi. Yerdə qaldı. 15 üstə gəl 85 eləyir 100. Çıxılsın. 75 ilə 25 toplayanda 100 eləyir. Elə aşağıdakı 100-dən ixtisar getdi. Bu ifadə 75 ilə 25 çıxanda 50. Çıxılsın 50. 100-dən də 50 çıxanda cavab eləyəcək 50. 98-ci sual. 75 üstə gəlsin 25. 75'in kvadratı çıx 75 vur 25 üstə gəlsin 25'in kvadratı. Burada da 75 kvadrat 75 vur 25 üstə gəl 625. Digər mötərizədə də, digər ifadədə də 145 çıx 5 145 üstə gəl 5. Aşağıda 150 bərabərdir. 25'in kvadratı ilə 625 eləyir. Bu ifadə aşağıdakı ifadənin eyni olduğuna görə ixtisar gedir. 75'in üstünə 25 gələndə 100 verir. Üstə gəl. 145'in üstünə 5 gələndə 150 eləyir. Aşağıdakına ixtisar gedir. 145'dən də 5 çıxanda eləyir 140. 100 və 140'ı topladıqda bizə verəcək 240. 98'də cavab 240. 99-cu sual. Çox hədlisi kimi vuruqlara ayrılırsa BCD-nin cəmini tapın. Əgər bu vuruqlara ayrılıbsa, deməli kub kimi vuruqlara ayrılıbsa 3x-in kubu üstə gəl 2'nin kubu olmalıdır bu. Olacaq 27x-in kubu üstə gəl 8. Yəni A-nın yerinə 8 oldu. A-nı tapdıq. A bərabərdir 8. İndi bu ifadəni təzədən açaq. Bu ifadəni təzədən açaq. Olacaq 2x üstə gəlsin. Yox, 3x üstə gəl 2. Növbəti mötərizədə olacaq. 9x kvadrat çıxılsın 6x üstə gəlsin 4. İndi buradan da baxıram ki, B-nin yerinə nə dayanıb? 9. C-nin yerinə nə dayanıb? -6. Baxın, -6.
D'nin də yerinə 4. D sonuncu 4. Nə istəyir bizdən? Cəmlərini istəyir. Cəmləyək. 8 üstə 9 üstə -6 üstə gəlsin 4. Bunlar da toplayanda 99-cu sual. Bizə verəcək neçə? 15. 99 oldu 15. 105. 100-cü sual. 105 nə idi? 100-cü sual. Yine kubun açılışıdır. Onda mən bunu belə yaza bilərəm. 2'nin kubu, 5'in kubu. 2'nin kubu eləcək 8x'in kubu, 5'in də kubu 125. A'nın qiymətini tapdım. Bundan xətt çəkim ki, fərqlənsin. A'nın qiymətini tapdım 125'dir. İndi bu ifadəni təzədən açsam olacaq 2x üstə gəl 5, növbəti mötərizə olacaq 4x kvadrat çıxılsın 12 üstə gəl 25. B, C, D. B onda olar 4. Baxın burada B-nin yerinə birinci yerinə 4 yazılıb 4 olar. C olar -10. D də olar 25. Bunların yenə bizdən cəmini istəyir. 125 üstə 25 üstə 4 çıx 10. 125 ilə 25 topla 150. Üstünə 4 yenə 154. 154 ilə 10 çıxanda 144. Yüzdə cavab 144. 101-ci sual. Kvadrat kimi açıq, kvadratın vuruq ayrılması kimi. Bir dəfə cəmi, bir dəfə fərqin. Üstə 14 vur 30. 55 çıx 5. 55 üstə gəlsin 5. Bu bizə verəcək 30, bu verəcək 36. Üstə gəl. 14 vur 30. Bu bizə verəcək 50, bu da bizə verəcək 60. Bərabərdir. Hər ikisindən 30'u mötərizənin xaricinə çıxarsam, yerdə qalacaq 36 üstə 14, 50 vur 60. Bərabərdir. 36 ilə 14 toplayanda 50 verir bizə. Burada da 50 vur 60. Elə 50'lər ixtisar gedəcək. 30 ilə də 60 30'a gedir bir dəfə, 30'a gedir 2 dəfə. 2'də 1 və yaxud da 0,5 ikisindən birini götürmək olar. 101'də oldu. Cevap 0,5. 102. sual. Bu da eyni sualdır. 61 çıxılsın 23. Bir dəfə də 61 üstə gəlsin 23 yazıram. Üstə gəl 84 vur 22. Aşağıda olacaq 52 çıx 32. 52 üstə gəlsin 32. Bərabərdir. 61'dən çıxanda 23'ü eləyir 38. Toplayanda eləyir 84. Üstə gəl 84 vur 22. Çıxanda eləyir 20. Toplayanda eləyir 84. 84'ü mötərizənin xaricinə çıxartsam, içəridə qalacaq 38 üstə gəlsin 22. 20 vur 84. Bərabərdir. Bu 84 ilə bu 84 ixtisar gedir. 38 ilə də 22'ni toplayanda bizə verəcək 60. 60'ı da 20'ye böləndə bizə verəcək 3. 103'də oldu 3. 103. sual. Alt 9'un üstünə 4'dür. Bunu a kvadrat çıx b kvadrat kimi açanda kvadratları bir dəfə toplamı bir dəfə çıxması olacaq. Amma burada mən nəyə görürəm? 6,9'u 2'ye vuranda 13,8 eləyir. 3,1 2'ye vuranda 6,2 eləyir. İndi həmin uyğunluqdan istifadə etmək lazımdır. Yəni 13,8'in yerinə mən yazaram. 6,9 vur 2 kvadratı üstə gəlsin. 6,2'in də yerinə yazıram. 3,1 vurulsun 2'nin kvadratı. Bax belə bir şey yazdım. Bərabərdir. Sürətdən yenə də kvadratın çıxmasıdır. Bunu bir dəfə cəm, bir dəfə fərq formasında götürmək olar. Çıxılsın 3,1. Bunu elə olduğu kimi yazıram hələ ki.
kvadratı. İndi burada 6/9 vurulsun 2'nin kvadratı. Bu kvadrat həm 6/9'a aiddir, həm də 2'ye aiddir. 2'nin kvadratı yüksəldə eləyir 4. Burada da 3/1'in kvadratı 3/1 vur 2'nin kvadratıdır. Bu 2 həm buna aiddir, həm də 2'ye aiddir. 2'nin kvadratı üstədən 4. Elə bil belə olacaq da. 6/9'un kvadratı vur 2'nin kvadratı üstə gəl. 3/1'in kvadratı vur 2'nin kvadratı. Həmin bu 2'nin kvadratı 4 eləyir. 4'ü mötərizənin xaricinə çıxarsam, yerdə qalacaq 6/9'un kvadratı üstə gəlsin 3/1'in kvadratı. Bunlar da bir-birindən çıxanda eləyəcək. Çıxanda 3/8 toplayanda 10 verir. Bu da vurulsun. Bu ifadə ilə qalır yerində. 3/1'in kvadratı. Kvadrat içərdə. Bu ifadəni bu ifadə görsün necə eyni alındı. Yəni bu uyğunluqdan istifadə etdim, eyni ifadə aldım. İxtisar gedir. 3/8 ona vuranda 38 eləyir. 2'ye ixtisar gedir 19, 2'ye gedir 2. 19'u da 2'ye bölündə eləyir 9/5 onluq kəsirlə. 9/5. 104-cü sualda bundan da, amma çox açıq formada yazmayacağım. Çünki burada açıq formanı izah elədim. Biraz daha qısa izah eləyəcəm. Bir dəfə cəmlərin, bir dəfə fərqlərini götürək kvadrat formasına. Çünki üstündə 4 var. 4-cü dərəcə var. Burada da mən yazacağım. 7/7, 15/4'ün yerinə 7/7 vur 2 kvadratı üstə gəl. 4/6'ın da yerinə 2/3 vur 2'nin kvadratı. Yenə də 2'nin kvadratı 4 verdiyinə görə 4'ü çölə çıxardaram. Yazaram 7/7'nin kvadratı üstə 2/3'ün kvadratı. Bunu bir dəfə cəm, bir dəfə fərq formasına götürürəm. Bu isə özü olduğu kimi qalır. Çünki aşağı ilə ixtisar gedəcək. Bax, bunlar ixtisar getdi. Bərabərdir. Cəmi eləyəcək 10, fərqi də eləyəcək 5/4 bölünsün 4. 5/4'ü ona vuranda 54 böl 4. 2'ye ixtisar gedir 2, 2'ye gedir 27. 27'ni 2'ye böləndə 13/5. 104-cü sualda oldu 13/5. Keçək 106-cı suala. Yox, 105 qalıb elə. 105. M parametrinin hansı qiymətində çox hədlisinin vuruqları ayrılışında vuruqlardan biri A üstə gəlsin 4 olar. Bunu necə yazarıq? Əgər A üstə gəlsin 4 veribsə, deməli A üstə gəl 4 bərabərdir 0, A bərabərdir -4. -4 bu çox hədlinin köküdür, yəni həllidir. A-nın yerinə -4 qoyub, həll eləyib M-i tapa bilərəm. A kvadrat, yəni -4'ün kvadratı çıxılsın, M çıx 3, vurulsun A, yəni vur -4, çıx 8 bərabər 0-a. -4'ün kvadratı 16 eləyir. Bunu mənfini mənfiyə vuranda eləyir müsbət 4M. Mənfini mənfiyə vuranda müsbət 12, qarşıda mənfi var, çıxılsın 12, çıx 8 bərabər 0-a. 16'dan çıxanda 12'ni eləyir 4. 4'dən də çıxanda 8'i -4 bərabər 0-a. 4M bərabər 4'ə. M də bərabər 4'ü böləndə 4'ə 1. Deməli M bərabərdir 1 qiymətində vuruqlarından biri A üstə gəlsin 4 olar. 106. 106-cı sualda. İfadəsinin sadələşdirməsindən alınan çox hədlisinin dərəcəsi 8 olarsa, M üstə gəlsin cəminin ən böyük qiymətini tapın. Əvvəl bu ifadəni açaq. Görək bizə nə verəcək. 2A vurulsun B'nin üstünə N çıxılsın 2A. Burada A'nın üstündə 1 var, A'nın üstündə M var. Toplayanda eləyir, yəni 1 üstə gəlsin M.
çıxılsın, üstə gəlsin 3. B'nin kvadratı var, m var. Yəni 2 üstə gəlsin n, çıxılsın 3, B'nin kvadratı an üst n. Bu birinci ifadənin dərəcəsi 1 üstə gəlsin n-dir. İkinci ifadənin dərəcəsi 1 üstə gəlsin m-dir. Üçüncü ifadənin dərəcəsi, yəni bir həllin dərəcəsi 2 üstə n-dir. Axırıncının da dərəcəsi 2 üstə gəlsin m-dir. Biz bilirik ki, çoxhəllinin dərəcəsi onun içərisində iştirak edən ən böyük dərəcəli bir həllinin dərəcəsinə eyni götürülür. 1 üstə gəlsin m var, 2 üstə gəlsin m var. Təbii ki, bu böyükdür, bu olmayacaq. 1 üstə gəlsin m var, 2 üstə gəlsin m var. Bu böyükdür, ona görə bu olmayacaq. 2 üstə gəlsin, 2 üstə gəlsin m. Deməli, 8 olması üçün m nə ola bilər? 6 ola bilər. Bu da 8 ola bilər, bu da 8. İkisi də 8 ola bilər. Fərqi yoxdur ki, yəni bunun da dərəcəsi 8 olsun, bunun da dərəcəsi 8 olsun. Hər ikisinin 8 olsa dərəcə onsuz da 8 götürüləcək. M bərabərdir 6 ola bilər 8 olması üçün. N də bərabərdir 6 ola bilər 8 olması üçün. Yəni 2 üstün 6 gəndə 8, o da 2 üstün 6 gəndə 8. Cəmin ən böyük qiymətini istəyir. Ən böyük qiymətdə 6-nı tapdıq. Toplayanda da eləyəcək 12. 107-ci sual. Euler-Venn diaqramı bizə verib. A, B, C çoxhədlərin vuruqları verib. A, B, C hasilini hesablayın deyir. A-nı, B-ni, C-ni tapmalıyam. Əvvəl A çoxhədlisi bərabərdir yazıram. X kvadrat çıx 2, x çıx 8. Bunu vuruqlara ayıraq. Diskriminant tapaq. 4 üstə gəl 8, 4, 32, 36. Bir dəfə 2 üstə gəl 6 bölü 2 olacaq. 2 ilə 6-nı toplayanda 8, 2-yə böləndə 4. Bir dəfə də 2 çıx 6 bölü 2 olacaq. 2-dən 6 çıxanda mənfi 4, 2-yə böləndə mənfi 2. Gətirib burada yerinə qoysam, olacaq x çıx 4, x üstə gəlsin 2. Bu x çıx 4 burada var. Digər vuruq isə x üstə gəl 2, yəni x üstə gəl a-dır. Deməli, x üstə gəl a bərabərdir x üstə gəl 2-dirsə, a nə olacaq? 2 olacaq. A-nı tapdıq 2. Sonra nə edirik? C-ni tapmaq üçün C-nin vuruqlarından biri x çıx 1-dir. X çıx 1 bərabər 0, x bərabərdir 1-ə. Deməli, 1-i gətirib yerinə qoysam bu ifadə 0 olar. Yəni C-ni buradan tapmış olaram. X kvadrat üstə gəl C x çıx 3 bərabər 0 yazıram. X-in yerinə 1 qoyub həll edirəm. 1 üstə gəl C çıx 3 bərabər 0-a. C çıx 2 bərabər 0-a. C də bərabərdir 2-yə. C-nin də qiymətini tapdıq 2. İndi bizə B-nin qiyməti lazımdır. B-nin qiyməti lazımdır. B-nin də qiymətini belə tapa bilərik. X üstə gəl A, B-nin vuruqları üstə gəl A, x çıx 3, x üstə gəlsin B. Bərabərdir B-nin ayrılışını yazım. B-nin daha doğrusu ifadəsini yazım. 2x kvadrat çıx 9x çıx 18. A-nın qiymətini tapmışam axı 2. A-nın yerinə burada 2 yaza bilərəm. 2 yazdım, əvəzlədim 2 ilə. Buradakı sərbəst hədd, yəni mənfi 18. Bu 3 dənə sərbəst həddən elə hasili deməkdir. Yəni 2 vur mənfi 3 vurulsun B bərabərdir mənfi 18. Mənfi 6B mənfi 18-ə bərabərdir. B də bərabərdir oldu 3. B də tapdıq 3. B oldu 3. Bizdən ABC-nin hasilini istəyir. A vur B vur C. A-nın qiyməti 2-dir. B-nin qiyməti 3-dür. C-nin də qiyməti 2-dir. 2-ni 2-yə vururuq 3. 3-ü də 4-ə vururuq 12. 107-də cavab oldu 12. Keçək növbəti suala. 108-ə. Euler-Venn diaqramında x kvadrat üstə p x üstə gəl g şəkilli A və B çoxhədlərin vuruqları verilmişdir. A üstə gəl B çoxhədlisini vuruqlara ayırın. A çoxhədlisi belə olacaq. X üstə gəl 4, x çıxılsın 2. Bunu vurub açaq. X kvadrat çıx 2, x üstə gəl 4, x çıx 8. Bu da bərabərdir. X kvadrat üstə gəl 2, x çıx 8. B çoxhədlisi isə belə olacaq. X çıx 2, x üstə gəlsin 3. Açanda x kvadrat üstə 2, x çıx 2, x çıxılsın 6. Bərabərdir. X kvadrat üstə x çıxılsın 6.
Təzədən bizdən A və B çoxhədlisini vuruqlara ayırmaq, cəmini vuruqlara ayırmamızı istəyir. Bunda bu ikisini toplamalıyıq. X kvadrat üstəgəl 2x çıx 8 üstəgəl x kvadrat üstə 2 çıxılsın 6. Eləyir 2x kvadrat üstəgəl 3x çıxılsın 14. Diskriminant tapıb vuruqlara ayıraq. D bərabərdir 9 üstəgəlsin 112. Yəni 2-ni 4-ə vuranda 8, 8 14-ə vuranda 112. Toplayanda 121. X1 bərabərdir. Mənfi 3 üstəgəl 11 böl 4-ə. 8-i 4-ə bölündə 2. X2 də bərabərdir. Mənfi 3 çıx 11 bölünsün 4-ə. Bu da eləyir mənfi 14 böl 4. Mənfi 7 böl 2. Qarşıda 2 olduğuna görə 2-ni yazıram burada. Sonra yazıram x çıx. Kökün biri budur, biri də budur. X çıx 2. Öbürsündə də olacaq x üstə gəlsin. 2-də 7. X-dan 2-ni çıxanda x çıx 2 ilə olduğu kimi qalır. 2-ni ikinci ifadəyə vururam. 2x üstə gəlsin. 2-lər ixtisar gedir 7. Yəni vuruğa ayrılışı, cəminin vuruğa ayrılışı bu formada oldu. X çıx 2x üstə gəlsin 7 formasında. 109-cu sualda Euler Venn diaqramında verilmiş vuruqlar verilmişdir. ABC çoxhədli. AB çoxhədlərini yazın və BM üstə gəlsin. C vurulsun N-i tapın. A çoxhədlisi A bərabərdir. X üstə gəl 3, x çıxılsın 4-dür. Buna vurub açanda mənə verəcək x kvadrat çıx 4x üstə gəlsin 3x çıx 12. Bu da bərabərdir. X kvadrat çıxılsın mənfi 4x üstünə 3x gəldi x eləyir çıxılsın 12. Və bu da nəyə bərabərdir? A-nın ifadəsini yazım. X kvadrat üstə bx üstə gəlsin c. Buradan görsənir ki bx mənfi x. B deməli mənfi 1-dir. B mənfi 1-dir. C isə mənfi 12-dir. Görürsünüz? C mənfi 12, B də mənfi 1. Sonra indi B-ni tapaq. B-dən də istifadə edib M-ni taparıq. B də bərabərdir. X çıx 4, x üstə gəl 8-dir. Bunu da vurub açaq. X kvadrat üstə gəl 8, x çıx 4, x çıxılsın 32. Bərabər x kvadrat üstə gəl 4x çıx 32. B-nin ifadəsi x kvadratı yazıblar, üstə gəl mx yazıblar, üstə gəl n yazıblar. İndi buradan görürük ki biz m nəyə bərabərdir? 4-ə bərabərdir, n də bərabərdir, mənfi 32-yə. Nə istəyir bizdən? B vur m, üstə gəl, c vur n istəyir. B-nin qiyməti mənfi 1-dir. Mənfi 1-i vururam n-ə 4-ə, üstə gəlirəm. C-nin qiyməti mənfi 12-dir. Mənfi 12-də vururam, n-in qiyməti mənfi 32. Mənfi 1-i 4-ə vuranda eləyəcək mənfi 4. Mənfi 12-ni mənfi 32-yə vuranda müsbət 384 eləyir. Mənfi 4-ün üstünə 384 gəldi. 384-dən 4-ə çıxmaq deməkdir. Bu da eləyəcək müsbət 380. 109'da 380. 110'da aşağı saldım. X çıxılsın 5 əgər B-nin köküdürsə, yəni vuruqlarından birisi x çıx 5 bərabər 0 yazıram. X bərabərdir 5. Yəni bu 5-i gətirib burada yerinə qoysam, bərabər 0 həll eləsəm C-ni tapa bilərəm. X-in kvadratı çıx 7x üstə gəl C bərabər 0 yazıram. X-in yerinə 5 qoyuram. 5-in kvadratı 25, 7-ni 5-ə vuranda 35 üstə gəlsin C bərabər 0-a. 25-dən çıxanda 35-i mənfi 10 üstə C bərabər 0-a. C də bərabərdir 10-a. C-ni tapdıq 10. Sonra həmin C-ni gətirib yenə burada yerinə qoysa, x kvadrat çıxılsın 7x üstə gəl 10 bərabər
sıfıra. Yəni C-nin yerinə 10 qoyub həll eləyək ki, bir dənə də B-ni tapsaq, ondan sonra A tapıla bilər. Diskriminantla həll eləyək. 49 çıx 40 cavab eləyir 9. 7 x1 bərabərdir 7 üstə gəl. Onu nədə yazdım? 3 bölü 2. 7-nin üstünə 3 gələndə 10 2-yə böləndə 5. x2 də bərabərdir 7 çıx 3 bölü 2. 7-dən çıxanda 3-ü 4 2-yə böləndə 2. Yəni x çıx 5 x çıxılsın 2. X çıxılsın 5 var idi, x çıx 2. X çıx 2 də nəyə bərabərdir? X çıx B-yə bərabərdir. Deməli, B də oldu 2. B-ni də tapdıq 2. Sonda nə edirik? A-nın vuruqları bu 3 dənə həddir. X üstə gəl A, x çıx B, x çıxılsın 4. Bunları bir-birinə vuraq. X üstə gəl A, x çıx B, x çıx 4. Bərabər eləyək. A-nın çoxhədlisi də bu formadadır. Bunu yazaq. X-in kubu çıx 3x kvadrat çıx 12 üstə gəl 24. Sərbəst hədlərin hasili bizə elə buradakı sərbəst həddi verəcək. Yəni A vur mənfi B vur mənfi 4 bərabərdir 24 eləyəcək. B-nin qiymətini almışıq 2. Gətirib burada yerinə qoyaq. Yəni olacaq A vur B-nin yerinə mənfi 2, 2 yazaq, qabarında mənfi var, mənfi 2, mənfi 4-ə vurunda 8, bərabərdir 24, A da olacaq 24-ə 8-ə böləndə 3. A-nın da qiyməti tapıldı 3. Bizdən nə istəyir? A vur B, üzərinə gəl C-ni istəyir. A vur B, üzərinə gəl C. A-nın qiyməti 3-dür, B-nin qiyməti 2 idi, C-nin də qiyməti burada tapmışdıq 10 idi. 10 bərabərdir. 3 2 6, 6 ilə də 10 toplayanda eləyəcək cavab 16. Keçək 111-ci suala. A-nın vuruqlarını yazaq. X çıx 3, x üstə gəl 3, bir də x üstə gəl C. Bərabərdir yazaq A çoxhədlisinin özün. X-in kubu üstə gəl 2x kvadrat çıx 9 2 çıx 18. Buradakı 3 dənə sərbəst hədd, yəni mənfi 3 vur 3 vur C. Buradakı sərbəst həddə bərabərdir. Elə mənfi 18-ə bərabərdir. Bir-birinə vuranda mənfi 9C bərabər mənfi 18-ə. C də bərabərdir. Mənfi 18-i mənfi 9-a böləndə 2. C oldu 2. Sonra nə edirik? X üstə gəlsin C. B-nin vuruqlarını yazıram. X üstə gəlsin A. Bərabərdir. Bunu açaq. Bizə verəcək x kvadrat üstə gəl x-a, üstə gəl c-x, üstə gəlsin c-a. Bərabərdir. Hər ikisindən x-i çıxarda bilərəm mötərizə xaricinə. İçəridə qalar a üstə c, üstə gəlsin c-a. Bu da nəyə bərabərdir? B çoxhədlisinə. X kvadrat üstə m-x, üstə gəl 10-a bərabərdir. İndi x kvadratlar bərabər. Bu sərbəst hədlə bu sərbəst hədd bərabər olmadı. Yəni C-A bərabər olmadı 10-a. C-nin də qiymətini 2 tapmışam. Gətirib yerinə qoysam, olacaq 2A bərabər 10-a. A da bərabər olacaq 5. Deməli A da tapıldı 5. C2 idi, A 5 tapıldı. Bir də bizdən M istəyir. M də ki bu ortadakı həddə görə tapılacaq. Yəni x0 A üstə gəlsin C bərabərdir MX-a. X-dan islah gedir, ixtisar gedir. A üstə gəl C bərabərdir M-ə. A-nın qiyməti 5-dir, C-nin də qiyməti 2-dir. Yerinə qoysam olacaq 5 üstə gəl 2 bərabərdir 7, yəni M də oldu 7. Sonda isə bizdən bu 3 dənənin cəmini istəyir. Səhv etmirəmsə. M üstə gəl A, üstə gəl C-ni istəyir. M üstə gəl A, üstə gəl C. M-in qiyməti 7 idi, A-nın qiyməti 5 idi. C-nin də qiyməti 2 idi. Toplayanda da eləyəcək 14. 111-də 14. 112-ci sualda demək olar elə eynisidir. 113-cü sual. Bu ifadəni yazaq vuruq formasında. Sonra bərabər eləyək A-nın çoxhədlisinə. Sərbəst hədlərin hasili ilə buradakı sərbəst həddi verir. 2 vur mənfi 2 vur C bərabərdir 12-yə.
Mənfi 4C bərabər 12, mənfi 12, C də bərabər mənfi 12-ni 4-ə böləndə 3. C-ni tapdıq 3. Sonra gətirək indi burada yerinə qoyaq. X üstə gəl 3, X üstə gəl A. Yəni bax burada yerinə qoyuram. C-nin yerinə 3 qoyuram. Bunlar bir-birinə vuranda da B eləyəcək. Bərabərdir. B-nin çox ədlisini yazıram. X kvadrat üstə MX üstə gəlsin 3. Vuraq açaq x kvadrat üstə AX üstə gəl 3x üstə gəl 3A bərabərdir x kvadrat üstə gəl MX üstə gəlsin 3. X kvadrat üstə gəl. Buradan x-i mötərizə xaricində AX üstə gəlsin 3x-dan x-i mötərizə xaricindən çıxarsam qalacaq A üstə gəl 3 vurulsun x. Üstə gəl 3A bərabərdir x kvadrat üstə gəl MX üstə gəlsin 3. İndi 3A 3-ə bərabərdirsə onda 3A bərabər 3 yazıram. A-nı buradan tapıram. A tapıldı 1. Bu ifadədən bu ifadəyə bərabərdir. Yəni A üstə gəl 3 x bərabərdir MX-a. X-ları burada ixtisar aparsam qalacaq A üstə 3 bərabərdir M-ə. A-nın da yerinə 1 almışam axı. 1 üstə 3 bərabərdir M-ə, o da bərabərdir 4-ə. M də oldu 4. A 1, C 3, M də 4. Yenə cəmlərini istəyir. 1 üstə 4 üstə gəlsin 3. Cavabı da eləyəcək 8. Yəni 3-ün cəmi bir yerdə 8.